Yenə uyur da bu. Qışqırsan da cavab verməyəcək. Mama, mən getdim. Lazım olsam zəng eləyərsən, yaxşı? Hay, gədə zəng eləmə. Dalınca da deyim mən. Hələlik. Işığı niye yandırdın size? Ha. Eve gelirsen ne kabağa çıkan var ne karşılayan var. 3 nefer evde heremiz bir derede. Aha. Ev döyürü məsciddir, məscid. Güya bunu mən gələnə qədər eləyə bilməzdim. Kardeş. Gel olmaz. Belə getsə skarpayı atıram, götürürəm bir dənə təsbih, başlayıram mollalığa. İndi dəbdir, özdə gəlirli saat. Neyini? Sonra da deyirsən ki, məndən soyumusan. Soyumayım, neyniyim mən? Səni belə görəndə nənəm yarıma düşür. Nənə də indi nənədir, də arvaqdır. Allah mənə kömək elə, mənə hövsələ ver, səbir ver, qurbanım. Amin, amin. Tutardın Umar xanım. Gəlmişsən qərib və yaxşı tez gəldin. Tez gəlmişəm, onda gedim təzədən gəlim. Dayan, o nə deyirsən? Mən gül kimi dolma pişirmişəm. İndi birazdan Zərif də gələr, bir yerdə yeyərsiniz. Gələr, gələr. Yanımdan elə keçdi ki, az qaldı yeri yıxsın məni. Bu evdə hər şey dəyişir. Son vaxtlar heç vaxt üçümüz bir məsə arxasında əyləşməmişik. Əvvəllərdə olduğu kimi. İndi hər kəsin öz rejimi, qrafiki var bu evdə. Qızdakı maşallah dəli dana kimi qırılıb ibdən. Qızdan danışma. Yaman firozluq edir. Deyəsən şeytan yolundadır. Elə indi hamı şeytan yolundadır. Səhər yediyin üstündəsən. Sən eyni şeyi hər günü niyə sorursun? Ona görə... Sən bilmirsən ki, mən bir səhər yiyirəm bir də axşam? Deyirəm də, ona görə rəngin solğundur. Bugün çox ağır bir işim oldu. Əməliyyatın vardı. Hə, 16 yaşında qızdı. Başında şiş, beyin qabığında. Amma yaşı qutardı. Şükür Allaha ki, yaxşı qutardı. Məsələ ondadır ki, yaşamayacaq. Yaşamayacaq? Axı dedin, yaxşı qutardı. Onun o kəllə qapağını açanda, orada o murdar şişi görəndə, içimdən elə bir gizildi keçdi ki, elə bildim ki, əməliyyat masasında öz qızımdır, Zərif. Hələ indiyə qədər mənlə əməliyyat vaxtı belə bir şey olmamışdı. Ata-anası bildi vəziyyəti. Ata-anası var ki, yetimxanadandır. Bu il yaşı çatır, oradan da çıxardacaqlar. Allah kömək olsun. Nəşi, Allahdan bəndədən keçib, iş öz işin görür. Elə danışma. Necə danışmayayım, mən necə danışmayayım? Sən təsəvvür edirsən, o qədər həkimdən biri qıza yaxınlaşmadı, nədə adamı yoxdur, yərsizdir. Axırda qaldım ortada tək. Neyniyim? 50-50'ye. Amma əməliyyatı başlayandan sonra gördüm əşinə 50-50, heç ona da ümid yoxdur. Allah ürəyincə versin.
Allah ürəyincə versin. Başa düşmürəm. Bu sizin o mərhəmətli, böyük Allah, geniş ürəkli Allah. Niyə bu yetim Yesirə bu zülmü eləyir? Yenə başladı. Amma bir tərəfdən də baxanda bu yazıq həkimləri də günahlandırmaq olmur. Onlar xəstənin əlinə baxmasınlar, aclarından ölərlər. Amma indi nə qarın, pulu olmayan da öldürə bilmərik ki. Belə də, yarı-yarıya. Yarı-yarıya. Görürsən, şeytan sizi tamahkarlıqla qorxudub, pis əməllərə çəkir. Allah isə əksinə, mərhəmət və bağışlanma vədəsi verər. Nə danışırsın? Allahın mərhəməti böyükdür. Çox. O hər şeyi biləndir. Bilir, o hər şeyi bilir. Hər şeyi bildiyinə görə, bu yazıq tifili dünyaya ata-anasız yetim qoymaq ona bəs eləmir. Ona bir sağalmaz xəstəliyi verir. Bu da sənin o böyük mərhəmətli Allahın ürəyin soyutmayıb. Ona bu dünyada ölmək üçün rahat bir yer də verməyib. Budur sizin haqq ədalət, ilahi ədalət dediyiniz. Sus da, danış. Niyə danışmayayım, Sən mənə indi Qurandan ayə deyirsən, stat gətirirsən, mən də sənə cavab verirəm və soruşuram da səni. Budur sizin Allahın böyüklüyü, mərhəməti. Bura bax, bəlkə Allahın xəbəri yoxdur, şeytan edir bütün bu. Qərib, sən elə bilmək ki, sənin bu küfr dolu suallarının cavabı yoxdur. Hər şeyin bir görünməyən tərəfi də var. Var. Çox universal argumentdir. Elə ki, çətinə düşürsünüz, bunun cavabı bəndə bilməz, bunu Allah bilər. Amma bilirsən, sənin o hər şeyə qadir, qüdrətli Allahından fərqli olaraq, mən onun yaratdığı bu zəif bəndə, o yetim, yəsiz qızı xilas eləmək üçün hər şeyimlə keçərdim. Amma neyniyim ki, həkim kimi də, bəndə kimi də acizəm. Aciz olanda Allaha yalvar, dua elə, kömək istə. Mən kimlə danışıram, Yaxşı, sakit ol. Hər çətini sakitliklə asan eləmək olar. Gedim sənə çay gətirim. Başım da səhərdən ağrıyır, bir batmandır. Başın ağrıyır? Yəqin yorğunluqdandır da, damarlar sıxılır. Heç vaxt xəstəliyini boynuna almırsan. Düz otur. Düz oturmuşam mı? Belə. Yaxşı. Necədir? Yaxşıdır. Allah bildi. Şəriki yoxdur. Hamı ona möhtacdır. Heç kəs ona möhtac deyil. O nə doğmuş, nə doğulmuşdur. Onun bənzəri, tayı bərabəri yoxdur. Sən Quran oxuyursan, Qərib? Oxuyuram. Amma həyatımı dəyişmək üçün yox, sənin kimi fanatiklərlə danışa bilmək üçün. Nə tərdi şair, baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün. Yaxşıdır. Onsuz da Allah mənim dualarımı eşidir. Nə danışırsan? Sən mənə suiqəst hazırlayırsan? Bütün sübh namazının duaları ən müstəcəb dualardır. Maraqlıdır. Allaha yalvarıram ki, sənin qəlbinə, ürəyinə vurduğu möhürü götürsün, gözlərdəki pərdəni açsın. Mən səndən xahiş edirəm də, sən mənə görə əziyyət çəkmə, olar? Qoy Allah səni bütün bəlalardan hiss eləsin. Doğrudan gözlərim də açıldı, ürəyimdən möhür də açıldı. Rəhmət olma, hər şey açıldı. Nə oldu? Bura bax. Deyirəm, bəlkə mənim də başımda şiş var. Allah eləməsin. Nə qorxulu şey dedin. Tez ağrıyır başın. Təzə dualar üçün təzə mövzu verdim deyəsən. Deyirəm, yəni əgər başın tez ağrıyırsa, mən niyə bilmirəm? Sən hardan biləcəksən ki? Sənin məndən xəbərin var. Sənin başın qarışıb cənnətə hazırlığa. Ey Humayə xanım, cənnət sevgisi bizim sevgimizdən güclü çıxdı. Əzizim, axı cənnətin buraya dəxli var.
Bax gəl, mən tez-tez içimdə bir boşluq hiss eləyirdim. Həyatın mənasını anlamaq, dərk eləmək istəyirdim. Axı necə ola bilir ki, insan böyüyür, doğulur, bu dünyaya gəlir. Özü kimi insanlar dünyaya getirir. Amma müəyyən müddətdən sonra ölür. Yox olur. Heç ola bilir, heç elə bir ki, bu olmaymış. Bax, mən buna inanmaq istəmirdim. Bilirdim ki, nəsə var, olmalıdır. Bax, o nəsəni Tanrının öz bəndələrinə göndərdiyi kitabda tapdım. Anladım ki, həyat əbədidir. Ölümsə üzərindən keçdiyimiz körpüdür. Yəni, əbədi həyatla müvəqqəti həyatı birləşdirən körpü. Çünki ahirət olmasaydı, xeyirlə şərin fərqi də olmazdı. Ahirət də ibarətdir cənnət cəhənnəmdən də, hə? Orada belə şirin meyvələr, şirələr, əsas da odur ki, huri, qılmanlar. Bir tərəfdə də şaqqır-şuqqur qaynayan qır qazanları, bir tərəfdə də ayağı ülgüc kimi kəsən qıl körpü. Amma çox primitiv deyil, hörmətli Molla Humay xanım. Qədim zamanlarda nəhəng Çin səthinə bənzəyən uca bir hasar vardı. Adamlar da hasarın o üzündə nə olduğunu bilmək istəyirdilər. Nəhayət çox fənd işləyəndən sonra bir üsul tapdılar, icad etdilər. Bir nəfəri bir fənd ilə qaldırdılar yuxarı. Amma bu adam hasarın o üzündə nə olduğunu görən kimi fikirləşmədən özünü atır hasarın o tərəfinə. Onda adamlar ikinci bir nəfəri böyük səylə qaldırırlar hasarın üstünə. Amma bu adam da hasarın o üzündə nə gördüyünü, nə görmədi, atır özünü o tərəfə. Onda üçüncüsü də onların əvvəlkilərin yolu ilə getməsin deyə adamlar onun ayağını kəndirləyib qaldırırlar yuxarı. Və bu adam özünü atmaq istəyəndə kəndiri dartıb salırlar onu aşağı. Soruşurlar. Hə, de görək sən hasarın o üzündə nə gördün? De, hasarın o üzündə nə var? Amma hasarın o üzünü görən bu binəvanın nitqi çoxdan qurumuşdu. Yaxşı nağıldı. Amma bunun cənnət cəhənnəmə nə dəxli var? Bu rəvayət sənin kimi inamsızlar üçündür ki, bəlkə bir qədər düşündülər. Ne danışırsan? Adam qorxur səndən danışmağa. Başa düşmədiyin şeyi inkar edib, günaha batma. Ne olar, səndən bir xahişim var da. O kişi ilə danışanda məni ona tapşır da. Sus da, səni şeytan danışdırır. Öz aramızdır. Şeytana ehtiyacı olmasaydı, Allah onu yaratmazdı, düzdür? Nə oldu? Başın ağrıyır. Göstər özünü, dostu var, daxı deyirsən ki, yaxşı həkimdir. Həkimi neynirsən, sən dua elə, sağalıb gedəcək. Demirsən, gündə 1000 dəfə ixlası oxuyursan, adam sağalır. Qərib, sənin kimi birisinin atı azır, qaçır harasa. Özü də oturub Allaha yalvarır ki, ay Allah, atımı qaytar, ay Allah, atımı qaytar. Peyğəmbər də görüb bilirsən nə deyir? Nə deyir? Ay Allahın bəndəsi, əvvəl sən atı ağaca bağla, sonra da yalvar Rəbbinə. Çox sağ ol, yaxşı ki eşşəkdir mən. Sən əzizim, əvvəl bir düşün, fikirləş ki, niyə insanlar həyatları üçün kiçicik bir təhlükə hiss edəndə o saat qorxurlar? Niyə? Bax, niyə adi bir işçi vəzifəsinə asılı olmayaraq, öz rəisindən, bosundan, şefindən və s. yəni sadalamaq olar da, qorxur, çəkinir, əvvəlcə ehtiyat edir və sonra ona yaltaqlanır. Niyə yaltaqlanır? Axı, həmin o işçi çox olsa, o iş yerini itirəcək, düzdür? Nədir? Bəs bütün varlığına hakim kəsilmiş Allahdan qorxmaq səni niyə bu qədər incidir? Niyə? Əzizim Molla Humay xanım, əvvəlcə Allahın varlığına inanmaq lazımdır. Var, yoxdur. Ondan sonra o məsələlər Sən Düşünmək olar. yenə sən şək edirsən. Mən şək elədim. Düz demirsən axı. Bax bura bax. Necə yəni harda? Telefonun zəngindən bildirmək istəyir.
Yaxşıyam. Yox, hətta yaxşı yox, əlayam, əla. Əlbəttə. Sən olmasaydın mən necə yaxşı ola bilərdim axı? Bilirsən, mən heç bilməzdim ki, qız yox, qadın belə xoşbəxt ola bilərmiş. Əlbəttə. Sən olmasaydın axı mən necə xoşbəxt ola bilərdim, hə? Bəsdir də, xuliqan tərbiyəsiz. Hə, xuliqan tərbiyəsiz. Bax, bəli, xuliqan tərbiyəsiz, insafsız. İnsafsız olmasaydın, yaxşı, telefonu bağlayıram. Uzatma da. Telefonu bağlayıram dedim. Bağladım. Mən dəli oluram deyəsən. Ayda. Dedim axı telefonu bağlayıram, niyə zəng eləyirsən? Hə, otağımda olanda açacağım, onda zəng eləyərsən. Nə istəsən də deyərsən. Nə istəsən? Yaxşı, sağ ol. Hələlik. Hələlik. Dəli. Bu nədir? İşıqları da söndürüblər. Deyəsən, yenə də qənaət rejimindəyik. Gəlmisən Zərif. Mama, nə yaman səssiz gəldin? Kiminlə danışırdın? Nə fərqi var? Pusursan məni? Danışığın xoşuma gəlmədi. Ay mama, onsuz da sənin də heç də xoşuma gəlmiş. Kimdir o, dəçidir? Biz onu tanıyırıq. Sizi bilmirəm, amma mən tanıyıram, özü də çox yaxşı. Vaxtı gələndə mamoli siz də tanıyacaqsınız. Yorulmuşam, danışım. Zərif dayan. Sən düzgün yaşamırsan qızım. Of mama, of, mənim 21 yaşım var, 21. Nə demək istəyirsən? 21 yaş çoxdur. Az da deyil, bu yaşda sən ərə getmişdin, hə, üstəlik mənlə də doğmuşdun. Bu nə danışıqdır? Zərif, hardandır səndə bu kobud sözlər, bu abırsız ədalar? Of, amma yaxşı da, mama da. Dünyaya uşaq gətirmək, doğmaq ayıb sözdür məyər, hə? Bax, sən özün demirdin ki, qadının ən şərəfli işi dünyaya övlad davamçı gətirməkdir. Demirdin? Əsas mahiyyətdir. Forması ikincidir, dünyaya uşaq gətirmək mamul, elə doğmaq deməkdir. Bilmirəm, bəlkə siz düz deyirsiniz, bəlkə doğrudan da mən özüm üçün uydurduğum bir aləmdə yaşayıram. Amma mənim ana olmağıma gəldikdə düz deyirsən. O vaxt mənim 21 yox, 20 yaşım vardı. Bax, hətta geçişmişəm. Amma mən ərə getmişdim qızım. Özü də halallıqla, el-oba adəti ilə. Mama, sən elə bilirsən ki, mən qoşulub qaçacağım? Yox, mama, yox. Mən də ərə gedəcəm, elə sənin kimi. Kəbirlə, zaksla, el adəti ilə, elə sənin kimi. Söz verirəm. Səni bir kişinin maşınında görüblər, özü də bir dəfə yox. Kişi, yox bir ağsaqqal. Nəzərinizə çatdırır ki, Humay xanım, həmən kişinin 25 yaşı var. Xəbərçilik eləyəndə Toma xalanı bilirəm. Qızım, qız uşağının yad kişinin maşına minməsi nə dərəcədə yaxşı işdir, hə? Qəribə adamsan. İndi onun maşını ola-ola, biz gedək avtobusa minək. Hə, mama? Bax, həmən o Toma xala, həmən o qonşular bizə gülməz. Qəribəsən, səndə. Nə bilim, mən gözümlə gördüyümə inanıram. Bax, bu ədalar, bu danışıq tərzi, axı yaxşılıqla bitməz. Qızım, sən qız uşağısan. Of, qız uşağı, qız uşağı, qız uşağı, bezləmə bu sözlər. Mama, nəzərinizə çatdırım ki, qız uşağı anlayışı qaldı 20-ci əsrdə, bildin? Nə istəyirsən də sən məndən, nə istəyirsən. Mən sənin kimi yaşamaq istəmirəm də, istəmirəm. Hə, mən çox gözəl bilirəm ki, sən papayla xoşbəxt olmusan, elə indi də özünü xoşbəxt hiss eləyirsən. Deyən, aramızda girsə də belə, sizi heç vaxt bir-birinizdən ayıra bilməz. Amma mən sizin kimi yaşamaq istəmirəm. Mən sən deyən kimi dinli, imanlı olmaq istəmirəm də, başa düş, istəmirəm. Zəri, sən çox təhlükəli yoldasan, qızım. Bir mənə bax. Hə, baxdım. Qızım, doğru yolu qayıt. Allaha yalvar, dinə, imana qayıt qızım. Fay mama, biz necə də fərqli insanlarıq. Sən dindən, imandan danışanda sənə olan qalan məhəbbətimdir. Hə, mən boynuma alıram. Mən boynuma alıram ki, mən dindən qorxuram. Qorxuram. Qızım, bax sən çox nahaq yeridir, düz otur. Çox nahaq yerə dindən qorxursan. Bax, axı, sənin gördüyün bu həyat, əbədi həyatın yalnız bax bir hissəsidir. Amma bəlkə də ən vacib,
ən lazımlı hissəsidir. Ay mama, axı biz niyə normal ana bala kimi, nə bilim, oğlanlardan, geyimdən, keçimdən qeybət eləyə bilmərik, niyə? Axı niyə sən elə gəlir ki, sənin əsas vəzifən insanları dinə, imana gətirməkdir? Niyə? Tapdım! Tapdım! Bura bax, bəlkə sən misyonерsən, xəbərimiz yoxdur, hə? Qızım. Misyonерsən? Sən mən bilənləri bilsəydin, belə danışmazdın. Of, mama, insanın necə yaranması, necə yaşaması, onun fiziki, fizioloji mahiyyətini mən çox gözəl bilirəm, gələcək bir həkim kimi. İndi pis oxusam da bilirəm. Amma mən dindar olmayacağam. İstəmirəm, vəssalam, bildin, olmayacağam. Ah, bezdimə bu sürükətlərdən, nə qədər olar? Zərifin səsini eşitdim, deyəsən gəldi. Gəldi. 11-in yarısında qız evə gəlir, sənin heç tükün də tərpənmir. O qızın atası sən deyilsən. Oha! Sənin buna şübhən var? Hansı cavab səni qane eləyərdi? Əzizim Molla Humay xanım, mənim qızım çox ciddi qızdır. Xarakteri var. Var. Mənim qızım heç vaxt səhv eləməz. Səhv eləməz. Ha. Sənin qızı bu, yad kişinin maşınında görüblər. Qələt eləyib görüblər. Bu səni heç narahat eləmir. Niyə narahat eləmir? İndi neyini onun arxasına bir yürüyücü qoy ha? Biz feodalizm dövründə yaşayırıq. O bəlkə biz elə eləsək onu daha çox ziyan vurarıq. Sən narahat olma, biz bir şey fikirləşərik. Sən bilirsən sadəcədir. Dur gedək. Sən bilirsən, sən mənim yanımda olmayanda mən özümü yarımçıq hesab edirəm. Ona görə də yata bilmirəm. Dur gedək. Yox, xahiş elə. Xahiş edirəm. Yaxşı xahiş elə, bu nereye xahiş elə? Bezdemə ona, yalvarıram. Zarafata salırsan. Zarafata sal. Yaxşı. Gəl. Ay, gecə namazım var. Ne namazı? Namaz vakti değil mi? Sen öl. Namaz adlı bir kişi girip arvadla benim arama. Bir şair vardı, yazmıştı. Ne bak arvad istedim, gördüm namaz istedi. O şair də elə sənin ağıdır. Ha. Bu bazen gelen senin adamların olar, müritlerin. Daha doğrusu müridelerin. Alo. Akşamın xeyir qızım, akşamın xeyir. Bəli qızım, bəli. Əlbəttə. Qızım, sən dumanlı havada ayı necə görə bilərsən? Ano? Hə, sən təqvimlə hərəkət elədin. Əlbəttə qızım, əlbəttə. Əsas mahiyyətdir. Əsas insanın niyyətinin paçlığı, düzlüyüdür qızım. Əlbəttə. Nə vaxt lazım olsa zəng elə. Əlbəttə. Xuda. Humay xanım, ayın bulutlu havada görünməməsi o qızı niyə narahat eləyir? Bu sən bilən məsələ deyil. O da mən bilən məsələ deyil. Davam elə astrologiya dərsini, mən də burada yatım. Sən də şimşikdə çık. Alo. Bəli. Bəli. Hə, buradır. Hə, evdədir. İndi sən istəyirlər xəstəxanadan. Xeyr olun. Fərid. Hə. Nə danışsın? Yaxşı gəlir. Sən mənə bir tepal gelir. Qızın vəziyyəti pis Hə, deyil. nəsə yaxşı deyil. Hə, mən də bilirəm. Sən hara getsin, sən həkimsən, get səstərsən. Mən o qızı görmək istəyirəm. Anne, hələ mollaya ehtiyac yoxdur, Yasin oxumaq da tezdir. Havalarda dəyişib gəlir. Ay arvad, hara gedirsən o? Arvad deyil, amma Terezadır.
Nəsə belə bir təyirsəniz Zərif. Nəsə olub? Nə olub aldı ki, başa düşmürəm. Yox, deyirəm, bəlkə mənə sözün var, bəlkə nəsə demək istəyirsən mənə. Nədir? Sözün yoxdur mənə. Mənə niyə belə baxırsan ki? Səni görəndə özümü gizlətmək istəyirəm. Baxışların rengi şuası kimi içimdən keçir. Neyniyim? Darıxmışam da sənin üçün. İnanmıram. İnan əzizim. Bax, çoxdandır səni öpmürəm. Mənim gözəlim, mənim qəşəngim. Amma bax, sən də elə bir məndən qaçırsan, ha. Düz otur. Eyman bəsdir də. Sonra mən sevirəm, bunları. Yaxşı. Mama, Ayca. düzün deyil. Hə, de. O qız bu evə gələndən sən heç məni vecivə də almırsan. Elə bir çoxdan itirdiyin qızını tapmışsan. Ay dəli, mənim səndən başqa qızım var. Yox. Bax, o çiçək dediyin, atan deyir ki, onun 1-2 ay ömrü qalıb. Amma hər şey Allahın əlindədir. O biləni biz bilmərik. Bax qızım, sən də oyna, çox mehriban da olan. Bu insanlardan mərhəmət görsün. Yiyəsiz, kimsəsiz qızdır. Düz otur. Getməyə də heç yeri yoxdur. Yaxşı? Baxarıq, fikirləşərəm. Yaxşı, o süfrələr nə deyil, hə? Bax qızım, biz çox xoşbəxtik. Bu xoşbəxtliyimizin əvəzini verməliyik. Möhtac insanlara yardım eləməliyik. Mən o çiçəyin, çiçək kimi qızların dərd sərini yüngülləşdirmək istəyirəm. Onu bilirəm, ayma. Hə. Amma bilirsən, hərdən doğrudan da mənə elə gəlir ki, sən o yetimləri bizdən çox sevirsən. Amma sualımı cavab vermədin. Nə istəyirsən? O nə deyilər? Süfrədə Mən indi başlayıram da, süfrədir də, çiçək istədik. Çiçək istədi. Hə. Necə yəni çiçək istədi? Nə olub ki? Ad gündür. Nə bilim, deyir ki, ailə ilə bir yerdə şam eləmək arasında olub həmişə. Nə danışırsan? Bu arzu harda yaranıb onda? Yetimxanada? Sərtsin. Bax, dilin bıçaq kimi kəsir. Yazıq sənə rast gələ. Hə, bax, o oğlan, o kişi var ha. Mama! Sən onunla indi də görüşürsən. Mama! Papa ilə evlənməmişdən qabaq neçə il görüşmüsən, hə? Qızım, mən o vaxt uşaq idim. Yaxşını pisi ayırmırdım. Ay, sağ ol, elə mən də uşağım da. Mən də yaxşını pisi ayırmıram. Mən sənlə heç vaxt sakit danışa bilmirəm də. Danışa bilmirsənsə, onda danışma. Ufuldama da. Başlayır da yeni bir şey olan kimi. Cumhur üstüme elə bir nə olub. Sən də götür də telefonu. Hədə. Telefon yiyəsi ya əclafdır, ya da ki ölüb. Bax, bir şey. Bütün əsəblərim olur. Telefondur. Əlimdən düşdü. Yaxşı ki, qırılmadı. Əlimdən düşmədi ki. Əzim tulladım. Daha belə, gördün? Hı? Sən anava heç oxşamırsan. Mən heç papama da oxşamıram. Amma o demək deyil ki, məni də yetimxanadan götürüblər. Amma bilirsən, bizim köynə məhəllədə bir qonşumuz var idi, heç bizi sevməzdi. Həmişə mamaya deyərdi ki, yəqin Zərifi yetimxanadan götürmüsən. Hiss edirəm ki, məndən xoşun gəlmişdir. Siz necə də yumuşaq dediniz. Mənim getməyimi istəyirsən. Necə də həssassınız. Mən gedə də bilərəm. Oy, nə danışırsan? Ay, yox canım, hara gedirsən, Belə axmaqlıq eləmə. Belə rahat evi qoyub hara gedəcəksən, hə? Bax, bir də gördün ki, Humay mama sənə ağzı dualı, əli təsbehli, saqqallı bir adaxlı da tapdı. Təbii ki, ona qədər elə yaşasan, yəni sağalsan. Uşaq evinə düşmək mənim günahım deyil. Heç bu xəstəliyi də mən özüm seçməmişəm. Oy, nə danışırsan? Deyirəm, bura bax, bəlkə şeir zadlı yaza bilirsən, belə qəşək danışırsan, sən. Sənin bu vəziyyətdə olmağın da mənim günahım deyil. Nə danışırsan? Nə olub ki mənim vəziyyətimə, ay qız, hə? Nə olub ki mənə? Bilmirəm. Hə, nə? Amma çox narahatsan. Əlbi götür. Nə olub?
ekstra sənsə, hə? Başını da o konalardakı arvadlar kimi bağlamısan. Nədir? Əməliyyatdan sonra sənə vergi verilir, bəlkə xəbərimiz yoxdur. Allah köməyin olsun. Allah özü bilər. Sənin məsləhətə ehtiyacı yoxdur, bildin? Bax deyirlər. İndi birazdan doktor gəlib də gələr. Şamlarda yandırarıq. Onlar gözəl şam süfrəsi, şam yeməyi. Doğrudan. Yaxşı, bəs hanı füjörlər? Hanı şampan şərabı, hə? Zərif, Aycan. Aycan. bizə nə şərab, nə füjörlər lazım deyil. İnanlı adamın xoşbəxtliyi üçün ruhi rahatlıq bəs edir. Düzdür. Çiçək, gedin namazınızı qılar. Əsl vaxtıdır. Gedək. Aha, Humay mama. Azan səsi gəlir qulağıma. Hə, yaxınlıqdakı məsciddə təzəliklə azan verirlər. Gəl qızım, yubanma. Mama, hadi sesi verilir. Aferist. Alo, sən hardasan? Səhərin səni zəng edirəm. Gelmirsən bəlkə? Hə, təcilidir. Harda, həmənki yerdə? Yaxşı, gəlirəm. 15-20 dəqiqə oradayım. Orada deyəcəm, yaxşı? Oldu. Aha, işi. Ay. Molla Humay xanım deyəsən yenə qonaqlıq verir. Zəhləmizi tökmədi bu, başı gözü bağlı arvadlar. Yo, deyinməkdənsə yemək yaxşı. Oho! Evdə öyle maşallah, məscid. Əvvəl biri əyli qalxırdı, indi ikisi əyli qalxır. Bu bədbəxt xəstə qızı da qoşub özünə. Olub kollektiv ibadət. Sən eləsən. Evə oğru gələ, polis gələ, bu arvad namazı yarımçı qoymaz. Bəli. Aleykümselam. Bəli. Humay xanım transdadır. Namaz qılır. Bəli. Allah sizdən də razı olsun. Aleykümselam. Sənin işə düşmüşüydü. Gəlmirsən? Başın ağrımır ki. Yok, başımdan ağrım. Deyəsən qonaqlı verirsən. Hacı bacılar gələcək? Yox, qorxma. Hacı bacılar gəlməyəcək. Çiçək istədi ki, mən ailəvi bir şam süfrəsi açım. Mən də qızın qəlbini toxunmaq istəmədim. Deyir ki, Humay mama, nə yaxşı ki, tez-tez mənim keçmişimlə bağlı bir xatirə canlar yaddaşımda. Bax, güya ki, mən haradasa böyük bir süfrənin arxasında oturmuşam. Bu tərəfimdə hündür, enli kürək, ağ baş, ondan sonra qırmızı qalstuklu, ağ üstündə belə xətlər bir kişi oturub. Deyir, bizim doktora çox bənziyirdi o gözəl kişi. Amma ondan cavandır. Bu tərəfimdə, yəni sağ tərəfimdə bir gözəl, göyçək xanım əyləşir. Nazlı. Ağ yaylığı. Hə, ağ yaylığı deyir, sizə bənziyir. Amma, Yəni mənə. amma səndən biraz cavan. Yox, onu demədi, ağıllı qızdır. Əlbəttə, çox ağıllı qızdır. Hə, bax deyir ki, o xatirə mənim deyəsən keçmişimlə bağlıdır. Atamla, anamla, bacımla, ailəmlə. Bacısı da var onun. Niyə də olmasın, həyatdır da, hamının ailəsi var. Ha da, bacısı da Zərifə oxşayar. Hə, niyə də oxşamasın? Mənə niyə oxşamayacaq? Hə da, ola bilər. Həyatda belə möcüzələr olur ki.
Zərif evdədir. Hə, evdədir. Hə, evdədir. Bayaq oturmuşdu. Çağır gəlsin də. Yaxşı. Sizdədir. Elə getdi yanımdan. Hiç məni görmədi. Nə oldu? Nə bilim, bu qızın dərdi alıb məni. Qərib, bütün günü yumurlanıb, kirpi kimi otururdu kürsüdə, tərpənmir, əl vurmaq olmur. Tikanları da neştər kimidir. Niyə ki? Başın qarışıb onun bunun yetim yesirinə ona öyrədiniz. Qızın yaddan çıxıb da. Mən onunla dil tapa bilmirəm ki. O məndən danışmaq istəmir. Danışanda da meydan oxuyur, dava deyir. Hayır ola, sən bütün dünya ilə dil tapa bilirsən. Maşallah evimiz dönüb olub qaynar xət. Dini seminarlar, konferanslar, ibadət mərasimləri, nə bilim xeyriyyəçilik, gündə də 5 dəfə namaz, hərəsi yarım saat. Hamıya təsir edə bilirsən. Öz qızıva yox. Allahın ürəyinə, qəlbinə möhür vurduğu bəndəsinə kömək eləməkdə ana da acizdir. Hə? Bura bax. Sən niyə özgə yad adamlardan ötürü mənə problem yaradırsan? Hə? Sən o qızı da qatmısan özünü. Sən bilmirsən ki, bugün sabahlıqdır. Sakit ol. Kimin nə vaxt öləcəyini Allah bilir. Hərdən mən şübhə edirəm sənin ağlının olmağına. Sən yadımdan çıxıb edirsən, mən həkiməm, onkologam. Mən onun kəlləsinə açıb baxmışam. Mən orada gördüyümü görmüşəm. İndi sən o nədir? Dua ilə, namazla sağaldırsan. Bəli, sağaldacağım. Qərib, bax qulaq as. Ay qız. Sən görəsən, o bu qısa müddətdə necə namaz qılır, necə dualar eləyir. Bax, onun bu sözlərini, onun bu dualarını o yaradan işləyib, 18 yaşlı tifili öldürə bilməz axı vaxtından əvvəl. Bax, mən namazı bitirdim, o isə davam edir. Hə, davam edir, gör. Elə gözəl dualar eləyir, elə dualar eləyir sidq ürəkdən, deyir Humayma ama. Nə yaxşı ki, mən xəstələndim, sizin ailəyə düşdüm, Allahımı tanıdım, ruhumun varlığını hiss elədim. Bax, nə bilim, yetimçilik çəkəsən, uşaq evində böyüyəsən, belə gözəl danışıq qabiliyyətin olar. Deyir, Humayma ama, sanki mənim qəlbimdə bir günəş doğub. Ondan sonra məni küçələrə atsalar da, heç vaxt yolumu dönmərəm. Çünki qəlbimdəki Allah işığı həmişə mənə düzgün yol göstərəcək. Təsəvvür eləyirsən? Təsəvvür edirəm, o da Allahın işığının bundan sonra ona kömək edəməyəcək. Nə deyil, Allahın işi gücü yoxdur. O elə hər duanı işləyir ki. Sən öz boynuna düşən işi gör, Allahın işinə də qarışma. Bu evə də məhəbbətdən başqa toxum səpmə. Allahın işinə də qarışmıram da, toxumzat dəkmirəm. Gəl realist olaq. Qutar bu duaları, hikmətli sözləri zaten. Hey, bu öləndə biz nə edəcəyik? Nə demək istəyirsən? Necə nə demək istəyirəm? Sən bilmirsən ki, bizim şəhərdə ölülərin dərdi, dirilərin dərdindən böyüdür. Bəs təklifin nədir, doktor? Yiyəsiz, kimsəsiz uşağı ataq küçələrə. Deyək, git, harada ölürsən, öl. Yaş, bəsdir, indi sən də məndən əcayib bir monster düzəltmə. Hardan gəlmişdi o qız? Özün məndən yaxşı bilirsən. Əlbəttə yaxşı bilirəm. Mən risk elədim, əməliyyat elədim onu, öz xərcimə, sonra onu gətirdim evimə. İndi bu gəldiyi yerə qayıtmalıdır ya yox? Axı sən dedin ki, əməliyyat ona kömək eləmədi, düzdür? Mən dedim ki, əməliyyat onun ömrünü müvəqqəti uzatdı. Ha, demək ki, az qalıb. Hə? Təəssüf ki, elədi. Bəs bu insafdandır ki, bunu bilə-bilə biz yiyəsiz, xəstə uşağı təzədən qaytaraq uşaq evinə. Ay qız, mən indi nə eləməliyim? Mən bütün əməliyyat elədiyim ümidsiz xəstələri yığıb gətirib evimə burada saxlamalıyım, ha? Deyirəm, doktor, Hə. bəlkə bu Allahın bizə göndərdiyi sınaqdır. Bəlkə bu sınaqdan necə çıxacağımızdan asılıdır bizim sonraki taleyimiz, yeganə övladımızın xoşbəxtliyi. Hə? Görünce fırlayıp adamı götür sallayıp atmayacaklar. Ay kız,
Sən mənə de görüm, niyə mənim ailəmin xoşbəxtliyi bu yetimlə asılı olmalıdır? Niyə mənim qızımın xoşbəxtliyi bu xəstədən asılı olmalıdır? Niyə? Sən niyə başqa özgə adamların dəfnini mənim boynuma qoymaq istəyirsən? Niyə? Ha, sən indi cənnətə hazırlaşırsan deyə, mənə bu dünyada cəhənnəm yaşadacaqsan? Olmadı da o. Problem onda deyil. Ha, nədən deyil? Problem sənin içindədir. Qəlbinə yol tapmış şeytandadır. Kumay mama. Kumay mama. Nədir balam? Nədir qızım? Ben onun sesini eşittim. Dəlixanadır. Ben onun sesini eşittim. O benimle danıştı. Sakit ol balam, sakit. Kimin sesini eşittin? O bana dedi ki, sen xoşbəxt olacaksın. Ben sana uzun xoşbəxt bir ömür verdim. Bütün çektiğin əzab əziyyətlərin əvəzinə. Sonra da elini çektim başıma. Birden yanıma düştü ki, süfre başında oturan o kişi de benim başıma eləcə sıralamıştı. Kızım, sen onu yuxunda görən ən nadir, ən xoşbəxt insanlardan biri oldun. İndi bütün deyilənlərə rəğmən, sən mütləq yaşayacaqsan, uzun ömür, xoşbəxt bir ömür sürəcəksən, sağlam olacaqsan kızım. Umay, Hadi. o kimlə danışır? Sen bilən məsələ deyil. Mən bilən məsələ deyil. Sonra ne dedi kızım, sonra ne dedi? O mənə dedi ki, mən səni doktorun əlləri ilə xilas elədim. Öp onun əllərindən. Doktor, sizin əlləriniz məni xilas elədi. Allah bilir, hərdən olur bu. Siz aylarla yetimxana küncündə ağrılardan qovrulan, daima sızıldayan bir kimsəsiz qıza şəfa verdiniz. Yox, borcumdur qızım. Ne ediyorsun ki? Nenen balası elime. Kızım elime. Bak her şey yakşı olacak. Sen görme her şey. Sen tamam sağ olacaksın gör. Zərif, axı çıxıb gedəndə demişdim ki, paltarları başından çıxarıb asarsınız. Evdə 2 qız uşağı var, bütün işləri mən görürəm. Sən məni eşitmirsən, yoxsa özünə eşitməməzliyə vurursan, hə? Nə bilim, yuxu tutub məni, sonra da yadımdan çıx. Nə olub sənə? Xəstələnməmişsən? Bütün gün oturmuşsan evdə. Çiçək deyir ki, heç dərsə də getməmişsən. Qələt eləyir çiçək. Bəlkə yerini dar eləyirəm. Axır vaxtlar yaman dəyişmişsən. Çox qayğılı görünürsən. Qayğılı. Sən hardan bildin? İçində işıq sönəndə gözlər belə tutqun qayğılı olur. Sən mənim gözlərimə də baxırsan. Mənə elə gəlirdi ki, səni məndən çox yetim yesirin taleyin maraqlandırır. Neçə dəfə demişəm də işlətmə o yetim yesir sözünü. Demişəm axı. Yaxşı mama, yaxşı qoy olsun valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar. Məyər bu nəyəsə dəyişdirir mi? Hə? Nəyəsə dəyişdirir? Mən başa düşmürəm. Sən elə bir ki yaşamırsan, sən döyüşürsən. Nədir sənə mane olan? Bax, bəlkə kimsə səni incidir. Bütün günü sən evdə tapılmırdın, indi bu kürsüdən durmursan. Qızım, Zərif, mənə bax. Sən məndən heç nə gizlətmirdin axı. Nə olub sənə? Mama, mən ilişmişəm. İlişmirsən. Hamiləyəm. Nə oldu mama, niyə qorxdun? Yoxsa qeyri-təbii bir şey dedim.
Təbii, qeyri-təbii, ərə getməmiş, ailə həyatı qurmamış qız uşağının hamilə olmasını sən təbii hesab edirsən? Mama. Mama. Öz həyatımın ağası mən özüm. Heç kimin də təhqirinə dözmək fikirdir. Olmaz. Sən hələ həyasızlıq da edirsən? Səni bu təbii işlə görüb biz səni bağrımıza basıb öpməliyik. Hələ bir-birimizə göz aydınlığı verməliyik. Bir də əgər yetsən, ya papa mənə əl qaldırsaz, çıxıb gedəcəm mən bu evdən, eşidirsən? Çıxıb gedəcəm mən bu evdən. Sən mənə səbir ver, qurban olum. Sən mənə doğru yol göstər, qurban olum. Mama, eşidirsən məni? Mama, mənə bax. Mama, doğru yolu mən özüm bilirəm. Mənə pul lazımdır, nə olar? Pul ver gedim, qutarım bu zibildən. Nə? Sən uşağı tələf eləmək istəyirsən? Əlbəttə. Nədir? Yoxsa sən bir şeydə olmuş nəvə istəyirsən, hə? Ula, mən gör nələr eşidirəm. Kimdir o? Bilmirəm, mən onu tanımıram. Zərif! Elə bilirdim tanıyıram, amma səhv eləmişəm. Mən səni tanımamışam, mən! Əşi, sən nəinki məni, heç bu dünyanı tanımırsan. Sən real həyatı qoyub uydurduğun hansı real dünyada yaşayırsan. Bilirsən nə var? Sənin dinin bizi bir-birimizdən ayırdı. İndi biz din adlı Hazarın başqa Yalan danışma! Danışma! Din insanları ayırmır, din insanları birləşdirir. Amma bəsdir. Mənə pul lazımdır, başa düş, mənə borcum pul lazımdır. Zəngin o arvadı qoy məni qəbul eləsin, nə olar? Qorxmasın, xahiş edirəm. Abort, qatillikdir. Abort aqa öldürmək bir şeydir. O da bütün ginekologlar canidir, qatil. Həm öz uşağını sifariş edən ana, həm uşağı sifarişlə qətlə yetirən həkim. Ana bətnində heç nədən xəbəri olmayan, körpəni uf demədən qaba əlləriyle dartıb çıxaran həkim qatil deyil, bəs nədir? Bax, Ağladım. bu nədir belə? İndi sənin içində bir qadın, bir ana zühur elədi. Sən o uşağı tələf eləməyə. Mən qoymaram. Siz nədən Qoymaram onu susun? tələf eləyəz. Ay. Nə olub be? Başın ağrımır. Başımı neyini seni? El çek başımdan. Deyirəm, nə olub? Heç nə. Zərif, Hə. Zərif hamilə. Belə zərbə gözləmirdim. Zərif, bu Allah'ın bize gönderdiği sınavdır. Asi düşünmek xeyir getirmez. Dedim bana ders verme. Başım karıştı onun bunun yetimine, şile şikeste, namaza, ibadete. El kızı yadından çıkarttım. Çağırın bunu. Sakit ol. O bu saat uçurum karşısındadır. Her an olsun ne qəst eləyə bilər. Cehennemi eləyər, yolu eləyər. Mən əvvəl onun üzünü tüpürmək istəyirəm. Bunu həmişə eləmək mümkündür. Mən də bacarmadım, dözmədim, vurdum. Amma çox nahaq. Kimdi o? Kız onun adını çekmek istəmir. Bura bak. Bura bak Umay Hanım.
O alçak ya Zarif'le evlenecek ya da ölecek. Qəzəb yaxşı məsləhətçi deyil, qərib. Biz qızımızı zorla ərə verə bilmərik. Bu çıxış yolu deyil. Nedir bu çıkış yolu ha? Nedir? Nedir çıkış yolu? Çıkış yolu, çıkış yolu. Çıkış yolu. Ay Allah. Ha, ben nece rüsvay oldum. Ben nece rüsvay oldum. Of. Çıkış yolu dersin ha? Ne olan tapak, çıkış yolu tapak. Başa tutak ki biz bunu konum komşudan, qohum akrabadan gizlətdik. Bəs özümüz? Bəs özümüz? Ben bundan sonra onun yüzünden nece bakacağım? Ben bundan sonra ona nece kızım diyeceğim? Ha? Mən uşağı tələf eləməyə qoymaram. Ne dedin? Sen ne dedin? Bu böyük günahdır, günah. Günah. Böyle günah. Sen özün neçesini eylemişsen bu günahlardan? Ha? Üçün, beşin, 15'in. Danışması O kadar uşak telefonadın ki akıl isteyende bedenin saklamadı. Kaldır bir zibilin umuduna. Gece sen günah, sen tabi. Ama ben neyleyeyim? Evimiz, harabamız yok muydu? Ben neyine bilerdim? Kişi çok şey diye. Bes kadın. Ay kadın, ay yalan. Ana. bu qədər qəddar olma. İnsan xoşbəxtliyini də, bədbəxtliyini də sakit qarşılamaq bacarmalıdır. O qədər küfür danışdın, dinimizi, imanımızı lağa koydun ki Allah da cezalandırdı bizi. Ben küfür danıştığıma göre Allah bize cezalandırdı. Hey! Ben küfür danıştım. Sen ona göre beni cezalandırdın. Ha! Səbrini bas, düşünək. Neyi? Neyin sen? Neyi düşüneceksin? Düşün neyi? Neylemeye razı olduğunu sen de bilirsen, ben de bilirim. Allah nə yanışam doğulmalıdır. O yok. Ben senin baştan harap olduğunu bilirdim. Ama bu kadarını yok. Sen bu rüsvayçılığınla yaşayabileceksin. Ha? O şey ki bizə, Allahımıza məlumdur. 5-10 qohumun qonşunun bilməyinə də dözərik. Mən bundan sonra qatil olmaq istəmirəm. Ay bedbaxt. Ay bedbaxt Müslüman. Düş oradan yere. Yere düş. Bu yerdekilerin, bu adamların öz fikri, öz düşüncesi var. Niye bunu anlamak istemirsen? Çağır onu buraya. Çağır onu buraya. Qərib! Mən bir qadın kimi həmişə öz yerimi bilmişəm. Heç vaxt sənin üzünə ağ olmamışam. Hətta səni özümdən çox istədiyindən günahlara da batmışam. Amma bundan sonraki həyatımı Allah buyuran kimi yaşayacağım. Yaşa. Allah buyuran kimi yaşa. Ama bundan sonra sokma gözüme Allah'ı, dini imanı.
karnında biç gezdiren bir kızla bir dam altında yaşamak istemiyorum. Bitti. Onda çık git bu evden. Çık git. Neyniyim? Çıkıp gedim. Sen benim bu evden çıkıp gitmeyi mi istiyorsan? Ha? Senin, o şerefsizin, günahlara batmış kızımızın, atasız körpelere bic diyen, üreksiz insanların qənim kesildiği o körpenin mənə ihtiyacı var. Ben onu koruyacağım. Koruyacağım. Neyniyim ben? Ha? 25 yıldan sonra el kaldırırım sana. Döyeyim seni. Ha? İstəyirsən vur. Öldür məni. Eğer bu neyse değişecekse vur. Vur! Vur! Ne oldu? Garip yavaş. Garip burada otur. Garip, göz. Ay, garip. Garip yavaş. Garip. Garip kurban olup. Görün ben neydiyim? Garip. Başımda. Ha, bildim. Neydiyim? Başımdaki şişti. Kimi çağırırım? Garip. Doktor Heydar Evaz'ın gire. Yaş. Garip. Çiçek. Çiçek. Garip. Onun yanında olun. Terpemeye koymayın. Ben doktoru çağırıp gelirim. Terpemeye koymayın. Allah'ım, bilirəm, sənə layiq olan şəkildə dua eləməkdə acizəm. Qüsur tutma. Eşit səsimi. Eşit 17 ilə atasız, anasız yetimçilik çəkmiş aciz bəndənin səsini. Qərib ataya rəhmin gəlsin. Məni təzədən yetim qoyma. Çiçek, maşallah axır vaxtlar yaman gözəlləşmisən. Yanaqlarına qan damıb, gözlərində işıq var. Bu sənin işığında Humaymama. Sən mənə elə gözəl Humaymama deyirsən ki, elə bir gözlərimi açıb məni görmüsən. Mən öyrəncəliyəm, lap körpəlikdən. Elə ki, kim mənə mehribanlıqla baxır, üzümə gülür, ya xoş söz deyirdisə, ana deyib qollarımı açırdım ona. Övladlarını atan anaları başa düşmək çox çətindir. Elə ki, üzümə gülən mən qucağına almırdı, başlayırdım ağlamağa. Əvəzində də o tərbiyəçi qadınların qapazını qazanırdım. Sən mənə keçmişini danışanda halım dəyişir. Humaymama, bu yetimxana uşaqlarının adi, gündəlik həyatıdır.
Arzu olunmayan uşaq sevinc yox, dərd gətirir. Bir dəfə məktəbdə ədəbiyyat dərsindən evə tapşırıq vermişdilər. Mövzu da anama məktub idi. Müəlliməm də çox əzazil, qəddar qadın idi. Amma həmişə məni tərifləyərdi. Deyərdi ki, əgər sənin böyüyün olsaydı, yaxşı yazıcı çıxardı səndən. Dedi, qalx oxu inşanı. Hamı da görsün ki, necə inşa yazmaq lazımdır. Mən üzün belə görmədiyim anama elə məhəbbət dolu məktub yazmışdım ki, o qəddar müəllimə dağladı. Dedi, niyə atılmış uşaqlar valideynlərini bu qədər çox sevirlər? Nə yazmışdın qızım? Yadıma gəlir. Hə, yadımdadır. Oxuyum. Əlbəttə oxu. Heç vaxt üzün görmədiyim əziz anam. Salam. Bilirəm, məni unutmamısan. Unuda bilməzsən. Yəqin heç vaxt da unutmayacaqsın. Lap bundan sonra bir yox, 11 uşağın olsa belə yetimxanaya atdığın uşağı unuda bilməzsən. Bilmirəm, niyə mənə həyat verib sonra məndən imtina elədin? Amma əminəm ki, sən bunu öz xoşuna, öz istəyinlə eləmədin. Hər şeyə bais insanlardır. Onların təhnəsindən, dedikodusundan, bundan da qəddar əzazilliklərindən qorxmusan. Bəlkə də mənim sağ-sağlam qalmağımı istəyib onların ümidinə bıraxmısan. Bilmirəm. Yəqin heç vaxt da bilməyəcəm. Mən sənin günahına, heç vaxt bağışlanmayacaq günahın. Amma mən səni bağışlayıram. Bütün çəkdiyim əzabları, əziyyətləri halal edirəm sənə. Yox, bu azdır. Mən səni sevirəm. Kaş bircə dəfə səni görə biləydim. Mənə görə əzab çəkmə deyə biləydim. Amma illər keçdikcə bu arzunun çin olacağına inamım tükənir. Qızım, nə yaxşı ki, sən o zavallı qadını qınamısan. Onsuz da o bədbəxt ömrünün sonuna qədər əzab çəkəcək. Özünü natama, kəsik hesab edəcək. Umay mama, Ayca, sən mənə çox şey öyrətdin. Mən ruhumu tanıdım. Onun varlığına inandım. Doktor mənim cismimi, sənsə ruhumu xilas elədin. qızım, bu dünyada hər şey Allahın iradəsiyle olur. Bəndə ancaq onun buyruğunu yerinə yetirir. Amma inanmıram ki, anam məni lazımsız bir şey kimi atanda Allahın buyruğunu yerinə yetirib. Çiçek, bu dünyada her şey göründüğü kimi değil. Her sualın kızım bir cevabı var. Ve eğer biz hansısa sualın cevabını bilmiriksə, bu o demek değil ki həmin sualın cevabı yoktur. Umay mama. Zərif kızım, necəsən? Özünü necə hiss edirsən, yaxşısan? Hə, ama gördüyün kimi əlayam əla. Amma mən gördüyüm kimi artıq bu evdə hərənin öz qrupu var, yumuşaqlısı. Düzdür? Çiçək xanım. Humay xanım yox, Humay mama və Çiçək xanım. Öz xəstəliyi ilə əlləşən, onunla əlbir olan doktor Qənim. Bir də öz istəyi ilə doğulacaq uşaqlar. Amma bilirsən,
mənim əleyhimə işləyir. Sən mənim xilas yolunu baxdın. Sən mənim anam, məni ev dustaq elədin. Öz Allahınla əlbir olub mənim bütün həyatımı puç elədin. Sən mənim anam. Qızım, qızım, mən o körpəni xilas eləyərkən sonrasını düşünmürdüm. Axı düşünsəydim, sına bilərdim. Mən bu mühitdə yaşayıram. Amma şükürlər olsun Allahıma ki, bütün baskılara baxmayaraq mən o tifili xilas elədim. Amma əvəzində mənə məhv elədin. İndi onun mənim köməyimə ehtiyacı yoxdur ki. İndi heç bir qatil ona əl qaldıra bilməz. Bu ən azından böyük bir cinayət işi ola bilərdi. Mən daşdan, dəmirdən deyiləm. Başa düşürsən, mən daşdan, dəmirdən deyiləm. Allah yolunu azanın cəzası ağır olur qızım. Hətta dünyaya yeni həyat gətirmək kimi necə bir iş də cəzaya çevrilə bilər. Allah, 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 Allah! Başqa söz bilmirsən sən? Hə? Başqa söz bilmirsən? Yaxşı, nə deyirəm ki? Nə deyirəm ki? Əgər sənin Allahın belə ədalətlidirsə, əgər sənin Allahın belə adildirsə, onda baba nəyin cəzasını çəkir, hə? Nəyin? Cavab ver də mənə. Elə bax, sən özün. Yaxşı, bəs bu qız? Bu qız kimə nə eləyib ki, hə? Kimə pisliyi keçib? Niyə ölməzdi ki, niyə? Zərif. Nədir? Gizli məsələdir də, hə? Humay mama, o nə deyir? Mən sağalmamışam. Qızım, qorxma. Sən sağalmısan, özün görürsən ki, sağlamsan, yaxşısan qızım. Hər şey yaxşıdır, hər şey yaxşıdır qızım. Hə, sağlamdır. Onun xəbəri yoxdur ki, həkimlər ona 1-2 ay vaxt veriblər. Zərif! Nədir? Humay mama, o nə deyir? Axı, doktor məni xilas elədi. Hə, Çiçək, düz deyirsən. Əlbəttə doktor səni xilas elədi. Bax, qızım, əvvəl həkimlər də, doktor da sənin sağalacağına inanmırdılar. Amma tibbin öz qanunu, Tanrının öz qanunu var. Səni sağaldan, sid qürəkdən elədiyin dualar, Allaha olan inamın oldu qızım. Bax, onlar deyən vaxtdan neçə vaxtı keçib. Amma sən gün-gündən yaxşılaşırsan, sağalırsan, analizlərin son cavabları yaxşı gəldi. Doktor qərib gözlərinə inana bilmədi, hə? Hə, təsəvvür edirsən? O boyda həkimlər səhv eləyiblərmiş. Xərçək kişi deyilmiş. Yox, o zəhirmardandır. Amma Çiçəyi sağaldan, onun sid qürəkdən elədiyi dualar oldu. Ay, yaxşı görə güldürmə bizi. Sən gülə də bilərsən. Gül. Amma biz gülmürük. Biz şükür eləyirik. Yaxşı, nə deyirəm ki? Yaxşı. Onda belə çıxır ki, tibb təbabət nəyə lazımdır, hə? Nə dərdimiz olsa, elə oturaq dua eləyək də Allaha. Heç səni də dövlət büdcəsinə pul ayırmaq lazım deyil onda. Lap atan kimi danışdın. Mən isteyizə eləmirəm. Siz nəinki hasarın o üzünü. Heç burnunuzdan o tərəfi də görmürsünüz. Siz doğrudan da xoşbəxtsiniz. Sən niyə xoşbəxt Siz olursan? doğrudan da xoşbəxtsiniz. Mən sizə həsəd aparıram, həsəd. Niyə həsəd aparırsan? Sən niyə xoşbəxt olursan? Kimdir sənə mane olan? Deyim kimdir? Hə? Hə? Çünki mən Humay mama sizin kimi illüziyalarla yaşamıram. Başa düşürsən? Yaşamıram. Çox nahaq yerə sən illüziyalardan yaşamırsan. Mən heç istəməzdim ki, sən bu dörd divar arasında gizlənəsən. Sənin istəyinlədir bəyə, hə? Bilirsən də var, papa düz deyir. Papa tamamilə düz deyir, sən tamamilə reallıq hissini itirmişsən. Bilirsən də var, bura nə Fransadır, nə də Hollandiyadır. Bura bizim vətənimizdir, vətənimiz, mentaliteti də nə boyda. Bax bunu sən əvvəlcədən düşünməliydin. Amma bilirsən nə var? Xoşbəxt olub Allaha şükür eləməyə nə var? Nə var ki? Sən bəyəm dərd bilmirsən, hə? Cavab ver də dərd bilmirsən sən. Sən heç vaxt dərd bilməlisən. Papa səni həmişə özündən, hətta bircə qızından, məndən də çox istəyir. Həmişə sevdiyin işlə məşğul olursan. Hətta aldığın pul belə səni maraqlandırmayıb, Mən də durub mənə burada nağıl danışır. Zərif, mən indi sən deyən kimi xoşbəxt deyiləm. Atan xəstələnəndən bəri içimdə nəsə sönüb, həyat mənasını itirib mənim üçün qızım. Üstəlik də ki sən, mənim yeganə övladım. Əşi nə deyim, hər şey göz qabağındadır. Amma mən dözürəm. Allahdan səbir, dözüm istəyirəm. Bircə təsəllim odur ki, nə olursa onun iradəsi ilə olur. Bəsdir də, mama, bəsdir də. Sən də oradan məni başa düşürsən. Başa düşürəm də, başa düşürəm. Yox, mama, sən məni başa düşürsən. Başa düşürəm. Sən məni başa düşsən, bilərsən ki, mənim qəlbim daşa dönüb, daşa. Heç kim və heç nə onu isidə bilmir. Hətta
həyatımda ilk tərpənişini hiss elədiyim körpə də məni isitmir. Bilirsən nə var? Mənə elə gəlir ki, mən nifrət doğacam. Mənə elə gəlir ki, mən nifrətə hamiləyəm. Yox qızım. Bilirsən nə var? Bax, mən indi dəhşətli hadisələr eşidəndə sevinirəm. Bax, bu saat bu dünyanın sonu olsa, mən sevinərəm, anam. Sən bunu başa düşürsən? Mənim bədbəxt elədiyin qələtə görə bütün dünyaya meydan oxuma. Nəyin mükafat, nəyin cəza olduğunu bilmirik. Bugün cəza bildiyimiz, bəlkə elə mükafatın özüdür. Bəlkə haqqında indiyəcən bir xoş söz demədiyin o körpə, sənin elə xoşbaxtlıyındır. Sən dərsin nə vaxtdan da qutarıb, harda qalmışsın? Xəstə qızlara baş çəkdim. Verəcəyim vardı. Necəsən? Özünü necə hiss eləyirsən? Dünənkindən pis, sabahkindən yaxşı. Morfidən də kayf alıram. Bəlkə vurmayasan o zəhirmarı. Mən ölümdən qorxmuram Umay. Qəribədir. İnsan ölümün nəfəsini hiss eləyəndən sonra hər şey münasibəti dəyişir. Mən indi heç nə istəmirəm. Heç kimi görmək istəmirəm. Bircə səni, bircə istəyirəm ki, sən yanımda olasan. Ya da bilim ki, hardasan, buralardasın. Başqa heç nə. Qərib, mən axır vaxtlar çox düşünürəm. Keçmişimizi xatırlayıram. Saf çürük eləyirəm. Günahlarımızı yadıma salıram. Çoxdur günahlarımız. Günahsız tək Allahdır. Bəlkə də. Ola bilər. Amma mən bir şeyi başa düşmürəm. Bizim bu qədər xoşbəxt olduğumuz bir vaxtda Allah bizi niyə cəzalandırdı? Sən bu barədə heç fikirləşmirsən? Nəyin cəzasını çəkdiyimizi Allah'tan soruşmaq düzgün deyil. Bu sual özümüze aittir.
Nə bilim. Nə bilim Humayun. Mən yetim, kimsəsiz qızı əməliyyat elədim. Gətirib evimdə saxladım. Əvəzində də Allah məni mükafatlandırdı. Sağalmaz xəstəliklə. Budur Allah'ın ilahi adaləti Humayun. Qərib, sənə indi uzanmaq yaxşıdır. Lazımdır sən uzanasan ki, yuxu sənin üçün ən gözəl dərmandır. Sən mənim sağalacağıma doğrudan da ümid eləyirsən. Ümid nədir? Mən inanıram. Mən inanmazdım ki, sən mənim xəstəliyimi belə rahatlıqla qəbul ediyorsun. Qərib, sən özün yaxşı bilirsən ki, sən mənim üçün həyatımdan da artıq qiymətlisən. Amma biz kimik ki, Allahın iradəsinə qarşı çıxaq. İndi mən sənin cisminin yox, ruhunun dərdini çəkirəm. Mən çox fikirləşdim. Amma tapa bilmədim günahlarımızı. Humay. Nə fərqi var? Sən dua elə. Allah'a yalvar. Günahlarının başlamasını istə. Bu dünyada heç nə təsadüfi olmur. Hər şey, hər hadisə bir-biri ilə elə bağlıdır, elə sıx bağlıdır ki. Bəzən 30-40 il bundan əvvəl elədiyin günahların cəzasını bugün çəkə bilərsən. O ki qaldı mənim konkret günahıma mən bilirəm. Əslində heç unutmamışdım da. Ay dəli, sən nə danışırsan? Bizim o illərdə yaşadığımız günlər ömrümüzün en güzel günleriydi. Bilirsen, ben seni o kadar çok severdim ki. İsteyirdim ki, hara gediremse, sen orada olasın. Hara bakıramsa, seni görüm. Eğer bizim o vakit yaşadıklarımız günah edirsə, müqəddəs günahlardır. Mən o günahları təzədən yaşamaq istəyərdim. Və sonra, Zərifdən sonra mən nə qədər uşaq məhv elədim. Mənim gic başım. Benim günahım değil. Ahırda da kaldık bir kızın ümidine. O da soktu başımızı yere. Zərifi sən çox qınama. Cavanlıqda insanı ağlı yox hissləri idarə edir. Ben onu hiç vaxt bağışlamayacağım. Ölenden sonra belə bağışlamayacağım. Qərib, bəsdə ölümdən danışdım. Çiçeği görürsən, maşallah çiçek açıb. Bax, ona da demişdiniz, 1-2 ay ömrü qalıb. Sizin hesabınızla o çoxdan o dünyada olmalıydı. Olur, olur. Bu xəstəliyin xüsusiyyətlərindən biri də elə budur. Müvəqqəti yaxşılaşma. Olur belə şeylər. Yox. Sizin səhviniz ondadır ki, sizin Allah'ın möcüzə yaratma qüdrətinə inanmırsınız. Qərib,
Bax sən niyə inanmırsan ki Allah duaları eşidəndir? Umay xanım, benim vəziyyətimdə olan xəstəyə bu sualları vermək insafsızdır da. Qərib, qurban olun, Allah'ını tanı. Umay, ben Allahsız değilim. Ama sen onun qüdrətinə inanmırsan. Niye? Niye inanırım? Ama yadımın çıkması ben hem de hekimim. Bu xəstəliyin ne olduğunu bilirim. Beynimi yiye gelir. Beni burada tek koyup gitme. Sonra pişman olarsın. Gel beni kucakla. Görsen ben hele o kadar da pis değilim yani. Beni hele kucaklamak olur. Dokunma bana. Ben senin papan değilim. Sana dedim. Yadından çıkartmışsın. Eğer hasta olmasaydı çoktan reddolur giderdim. Bu harabat. Baba, sen doğrudan beni seversin. Sevgiden, muhabbetten geçim. Sen artık benim o pak, temiz, güzel kızım değilsin. Senden alçaktım.
Sen beni təhqir elədin. Mən də sənin yüzünə baxmağa xəcalət çəkirəm. Ama bir vaxtlar çok xoşbəxt idi. Çok güzel günler idi. Sen təzəcə dünyaya gelmiştin. 3 günün 2 kısmından çıkardım. Eve getirmiştik. Her gün işten çıkıp eve kaçırdım. Seni görüp o vakit evimiz yok idi, kirayla kalırdık. Sana kravat alabilmemiştik. Bunları sen gördük divanın üstüne. Ağappaq beləydi. O kadar güzel idi ki. Ama çok sakit uşaqıydı. Hiç ağlamırdım. Biz de ona göre narahat olurduk. Ama Erdan ana sen açıp beləyəndə ağlayırdın. O da döşünü verirdi sana. Biraz emirdin sonra. Tezden yatırdın. Ama şimdi ben seni görmek istemiyorum. Senin adını işitmek istemiyorum. Ama az kalın. Az kalın. Tezleyeceğin her şey bitecek. Ah niye böyle ümitsizsin? Çiçeği sağaldı. İkisine ben sevinirim. Ölümden korkmuyorum. Ben öleceğime sevinirim. Çünkü o uşaq dünyaya gelende ben bu dünyada olmayacağım. Şimdi benim yegane təsəllim budur. Benim ölümüm beni bu ispaçlıqdan xilas edəcək. Yaxşı baba, yaxşı. Canını qurtarım. Sən də məni öz dərdinlə, rüsvayçılığımla, düzəlməz səhvimlə baş-başa qoyub get o əclaf kimi. Yaxşı baba, yaxşı. Öz səhvimi mən özüm düzəldirəm. Heç kəs də mənə mane ola bilməyəcək, heç kəs. Nə Allah, nə şeytan, nə də ki təmizlik simvolu olan bu millət, heç kəs. Onun heç kimə lazım olmayan qarısının heç kəs mənə mane ola bilməyəcək, heç kəs. Alo, salam. Hanım, mən sizə zəng vermişdim keçən dəfə. Hə, hazırım. Hayır, pul değil. Bahalı bilərzikdir. Yox, heç kim bilmir. Hanım, mən sizə dediyinizdən daha çox pul verəcəm. Yox, 4 ay olmayıb hələ. Yaxşı. 15-20 dəqiqə gəlirəm. Zərif, sən nə eləmək istəyirsən? Çiçək. Nə olub?
Nə üzü belə baxırsan? Nədir? Zərif, özünü günaha batırma. Bu böyük günahdır. Səndən soruşan var, bu günahdır, savabdır, şərəfdir. Var səndən soruşan, hə? Var! Günah eləməyib bu. Nədir? 17 il cəddonda küllənən qat bəlkə təmizlik simvoludur, hə? Bəlkə nə demək istəyən vəkalətində yerindədir. Zərif, özünü günaha batırma, Allah baxır. Baxır amma görmür, eşidirsən, görmür. İlahi, keç onun günahından. Keçmir, o mənim günahlarımdan keçmir. Əksinə məni yeni günahlara tərk yönəldir. Axı sən sonra istəsən də sənin uşağın olmayacaq. Nə danışırsan? Bunu hardan bilirsən? Heç olmasa adı yadındadır, kim öyrədib sənə, hə? Zərif, öldürsən də buraxmayacaq. Yox, deyirəm sən çəkil yolundan. Sənə deyirəm çəkil yolundan. Nədir, qorxdun? Bax, belə qorxarsan, eşidirsən? Belə qorxarsan. İndi hamı böyüddə məndən qorxur. Hətta doğmağımı tələb eləyən Humay mama da qardıma qorxa-qorxa baxır. Bilirsən niyə? Çünki bilir ki, cidanı çuvalda gizlətmək mümkün deyil. Eyb yox, eyb yox. Tezliklə mən hamını bu qorxudan qutararam hamını. Qoy doktor qəribdə öləndə dərindən nəfəs alsın. Zərif, sən çox dərddən alınsan. Sənin ürəyinə şeytan girib. Ay, nə danışırsan? Düz deyirsən, şeytan girib. Ona görə də məndən uzaq dur, bildin? Məndən uzaq dur. Ana bəxtində tərpənən uşağı heç kim tərif eləyə bilməz. Sənə yazığım gəlir mənim. Bilirsən, sənə yazığım gəlir. 17 yaşın var. Cəmi 17 yaşın var. Cənnət eşqi ilə yaşayırsan, ay yazıq. Bilirsən nə var? Bu dünyada sənin qədərin yoxdur. Hətta pula görə 100 dənə şey eləyirlər, bildin? Bunu da sən bunu bilməlisən. Su içmək kimi asan bir şeydir. Uşaq tərəfə. Zərif, sən anlasan. Sən biraz fikirləşsən, bunu eləməzsən, sən o körpəyi duymazsın. Eşidirsən? Sus. Mənə ana demə. Bu körpədə biçdir. Mənim günahımdır, bildin? Bildin, mənə ana demə. Əgər o arvad məni kömək eləməsə, mən özüm öldürəcəm, bildin? Mənə ana demə, eşitdin? Mənə ana demə. Demə ana. Zərif! Allahım, sən özün saxla onu bu yoldan.